Gideceğimiz yere öz maşınımız da qalxa bilər, amma biz başqa bir abo-hava yaşamaq istədik. Getdik baxaq. Belə bir maşınlar aparır bizi şəlaləyə. Ali. Sağ olun, çox sağ olun. Gəldik, çatdıq. Kəndin adı Bibihonidir. Bibihoni sözünün mənası da o deməkdir ki, heyva bulağı. Aha. Biz də ata-babalarımızdan eşitmişik, heyva ağacının dibində bulaq çıxırmış o vaxtları. Aha. O adı qoyublar kəndə, yəni Aha. kəndin üstündə. Çox gözəl, çox sağ olun. Çox sağ olun. Çok geçerli kızım, gittik şelaleye gel. Şəlaləyə düşən yol burdandır. Keşməkeşli yollardan keçəndən sonra artıq şəlaləmiz düz qarşımızdadır. İndi gedək ona yaxın. Belə bir dar yerdən keçib gedirik. Belə dar yollardan keçirik. Bax belə. Çıxarsan keç qabaqda, ayağın altına bax. Belə, getdik. Bu da geridə qalan mənzərəmiz. Bu yazını isə bir başqa sevdim. Çox sağ olun. Keçək bagaja Əsma. Hoppala, hoppala gedirik. Ay, ay.